Salam uşaqlar, mən Laçın rayonu Mehmet Səfərov adına Qozlu kənd tam orta məktəbi 7A sinif şagirdi Əsgərova Sayalıyam. Yəqin siz mənim bundan əvvəlki videomu izləmisiniz. Orada mən sizə Görünməz Adam kitabı haqqında danışmışdım. İndi isə onun qədər maraqlı olan Sherlock Holmesun Qayıdışı kitabı haqqında danışacağam. Bu kitabın yazıcısı Arthur Conan Doyle'dir. Bu kitab dedektiv janrını sevənlər üçün əla bir əsərdir. Bu kitabda Sherlock Holmes'un bir çox macəraları yəni təsvir edilmişdi, yazılmışdı. Ona bu macəralara qalib gəlməyə yaxın dostu Doktor Watson kömək edirdi. Bu kitab həqiqətən maraqlıdır. İçərisindəki macəralar sizə danışmayacağam. Çünki burada sadəcə bir macəra deyil, bir çox macəralar vardır. O macəraları siz oxuyanda özünüz bilərsiniz, yəni oxuya bilərsiniz. Bu kitabda həqiqətən çox maraqlı macəralar, hadisələr, maraqlı süjet xətti cərəyan edir. Bu kitabı oxumağı hər kəsə tövsiyə edirəm və inşallah da sizin bu kitabı oxuduğunuz videolar qarşıma çıxar.